Salam Lalə də. Salamlar olsun hidayətə tabi olanlara. Lalə, mən indi namaza gedirdim. Nəyə bilirsən onu çatdır? Niyə qalanmadın? Çünki özüm edirəm, alınmır. Niyə? Nəyə demə? Başqasını deməsən, adam başqasını yaxşı şey arzulamasan, bildiyin yaxşı şey deməsən, adam özü o şey yaxşılığa satanmaz da. Hələ deyil. Bundan qabaqçı videolara da bax, xahiş edirəm. Allah xətrini. Özündür. Dində ayrılıq seçkilik yoxdur. Bir də dində məcburiyyət yoxdur. Dində ayrı seçkilik yoxdur mənim. Sən demədin. Bir şeydən dedin. Lalə, bax, hər kəs əgər qulaq assın deyə vacibdir. Sən götür, bilmək lazımdır. Bax, mən gedəmirəm namaza bunu. Niyə? Çünki əslində sən paylaşlarla bu videolardan harada paylaşdın, çox adam baxıraq, paylaş, mən 3-4 nəfər baxım məndə. Və məsəl üçün, birinci özü bilməlidir. Namaza başlayanda deyirik, niyyət edirik ki, məsələn də, hansısa namazını, tutaq ki, işə namazını qıram, inşallah işə namazını qılacaq, amin. Amin deməsək olur. İnşallah vacib olan işə namazını qılacaq. Allah tək böyükdür deyirəm. Belə. Əlin dağınla, dünyanın dalı itəlirsən. Allaha yönəlsin. Necə elədir ki, belə Allah tavadır ki, namaz qılarkən boynunuzu əyin və mütü vəziyyətdə durun. Boynunu əydin, mütü vəziyyətdə, çiynini də biraz belə mütü vəziyyətdə durdun. Əgər çiynini əyəndə məndə sobaq olur, ürəyini sıxılır. Yəni, belə durmaq olmaz da bir sözü. Düzlə durmaq yox, mütü vəziyyətdə, bacardığın qədər ifrat eləməməklə mütü vəziyyətdə durdun, sonra əli sinədə, qarnında saxlamaq lazım deyil. Çünki elə nə demək o mütü vəziyyətdə əl aşağıda olanda mütüdür. Sonra şiyələr onu düz edir. Sonra şiyə sünnüsə söhbət deyil. Nəsə sonra düz olandan dedim sonra. Elə bir şey var. Bu Allahımız büyük ayədə buyurur ki, içkini içirlər ha. İçmək olmaz şeytan əməli, düzdür. Amma axır ki, yəni ayənin mənasını deyilən adam namaza başlayarkən nə dediyini anlamalıdır. Elə axıra qədər də anlamalı cəhd edilir. Şeytan vəsvəsə verəcək, fikir salacaq başına, xəyal gətirəcək. Sən elə çalışmalısan ki, nə dediyini anlaya-anlaya. Yəni, biraz da aramla, yəni gözəl-gözəl huşu içində qılarsan da, huşu içində. Yəni, nə dediyini anlayasan, sonra Allah'a şükür dedin, Allah tək böyükdür demək lazım. Allah tək böyük. Sonra huşu içində qılmaq. Yaxşı bir şey yadına şükür, yadına tutsan. Sizə uzatsan. Yadına şükür yenə deyərəm sənə. Burada niyə danışırsınız? Baxçaqım yoxdur da mənim, köhnə telefonlardan. Əl telefonu, ev yollarda yoxdur telefon. İtiriblər, arasa düşüb sonra əl telefonunda bağlıydı. Bəlkə küstürdüm onu. Gecə baxar inşallah. Uşaq yatmır. O da uşağa qara olacaq. Səhər yatmır, 7-də alır. Davay sağ olalım.